Oruç tutan zaman insan bədənində nə baş verir? Saatlarla ac qalmaq bədənimizdəki hansı xəstəlikləri sağaldır və orqanların bu aclığa reaksiyası necə olur? Bugün sizə oruç tutmağın bilmədiyiniz faydalarından danışacağam. Əminəm ki, təqdim etdiyim məlumatlar sizi çox təəccübləndirəcək. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Bədən oruç tutmağa başladığınız ilk saatlarda enerji üçün glikogen adlanan maddəni istifadə edir. Glikogen əsasən qaraciyərlərdə və əzəllərdə olur. Bu ehtiyat enerji mənbəyi tükəndikdən sonra bədən yağların yandırılmasına başlayır. Yağların yandırılması bağırsaqların işləmə sürətini artırır. Nəticədə insan arıqlamağa başlayır. Xüsusilə piyələnmə problemi yaşayan insanlarda bu proses sürətli gedir. Uzun müddətli oruç tutma insulin müqavimətini azaldaraq şəkər xəstəliyinin qarşısını ala bilir. Bəli, doğru eşitdiniz. Oruç tutmağın xüsusilə ikinci tip şəkərli diabetin qarşısını almağa və idarə etməyə kömək etməsi elmi araşdırmalar tərəfindən də sübut olunub. Bayaq dediyimiz məsələ, oruç tutarkən bədənin əsas enerji mənbəyi olan glikogen və yağlar tükəndikcə bədən enerji üçün daha çox yağları yandırmağa başlayır. Bu dəyişikliklər qan şəkəri səviyyəsini sabit və aşağı səviyyədə saxlamağa kömək edir. Oruç zamanı bədəndəki bəzi hormonlar, xüsusilə böyümə hormonu artmağa başlayır. Bu hormon əzələ kütləsinin artmasına, yağ yandırılmasına və hüceyrə bərpasına kömək edir. Həmçinin oruç zamanı bədəndə autofagiya prosesi baş verir. Autofagiya bədənin köhnəlmiş və zədələnmiş hüceyrələri təmizləməsi və yeniləməsidir. Bu hüceyrə yaşlanmasını yavaşlatmağa və xərçəng kimi xəstəliklərin qarşısını almağa kömək edir. Oruç tutan zaman bədənimizdə baş verən metabolik dəyişikliklər isə bunlardır. Oruç zamanı bədənin metabolizması fərqli formada işləyir. Qısa müddətli oruç, məsələn 16-24 saatlıq aclıq zamanı bədənin metabolizması yavaşlaya bilər. Çünki bədən enerjiyə qənaət etməyə başlayır. Yağ və enerji mənbəyini qoruyur. Uzun müddətli aclıq zamanı isə metabolizmada bərpa prosesi başlayır və bədən yağları enerji mənbəyi kimi istifadə edir. Nəticədə metabolizmada aktivliyi artır və yağ yandırma prosesi sürətlənir. Oruç tutmanın bağırsaq sağlamlığına təsirlərindən danışaq. Bağırsaq bədənin ən vacib hissələrindən biridir. Çünki qida maddələrinin soğurulması, zərərli maddələrin atılması və immun sisteminin düzgün işləməsi burada baş verir. Oruç bağırsaqların funksiyasını və sağlamlığını bir neçə fərqli mexanizm vasitəsilə yaxşılaşdırmağa kömək edir. Məsələn, oruç zamanı bağırsaqlar yemək qəbul etmədiyi üçün bir növ istirahət edir. Oruç müddətində bağırsaq həzm sistemini yüngülləşdirərək təmir etməyə vaxt tapır. Bu istirahət prosesi bağırsaq divarlarında yaranan zədələnmiş hüceyrələrin təmirini stimullaşdırır. Bağırsaqların epidel hüceyrələrinin yenilənməsi və təmiri oruç zamanı daha sürətli baş verir. Araşdırmalar göstərir ki, oruç bağırsaqlardakı iltihabın azaldılmasına kömək edir. Xüsusilə bağırsaq sindromu, kolit və bağırsaq iltihabı kimi xəstəliklərin qarşısını almağa təsir göstərir. Oruç tutmaq beyin fəaliyyətini də artırır. Bəzi tədqiqatlar göstərir ki, oruç tutan insanlar daha diqqətli və konsentrasiyalı ola bilir. Həmçinin oruç tutmaq insanların ruh halını yaxşılaşdırmağa, stresi azaltmağa və ümumi psixoloji sağlamlığı gücləndirməyə də kömək edir. Oruç tutmaq insan ömrünü uzadır. Bəzi tədqiqatlara görə oruç tutmaq həyat müddətini uzatma potensialına malikdir. Oruç zamanı bədəndə təbii detoksifikasiya prosesi baş verir. Zərərli maddələr, toksinlər və sərbəst radikallar oruç zamanı bədəndən atılır. Bu proseslər hüceyrə və toxumaların zədələnməsinin qarşısını alır və bədənin uzun müddət sağlam qalmasını təmin edir. Detoksifikasiya yaşlanmanın əlamətlərin yavaşlamasına və bədənin düzgün işləməsinə də kömək edir. Bəzi tədqiqatlar orucun xərçəng hüceyrələrinin böyüməsini əngəllədiyini göstərir. Oruç bədənin zərərli hüceyrələri təsirsiz hala gətirməsinə və sağlam hüceyrələri dəstəkləməsinə kömək edir. Sonda, oruç tutmaq yalnız bir dini ibadət deyil.
həm də bədən və əqli sağlamlıq üçün bir çox fayda təmin edən bir təcrübədir. Oruc bədənimizin təbii bərpa və təmizləmə proseslərini stimullaşdırır, xəstəliklərin qarşısını almağa kömək edir və bədənimizi daha sağlam və güclü edir. Lakin oruç tutarkən sağlamlıq vəziyyətinizi nəzərə alın. Bu baxımdan oruç tutmamışdan öncə mütəxəssisə məsləhət etməyiniz vacibdir. Özəlliklə hansısa bir xəstəliyiniz varsa, bunu göz ardı etməyin. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlük də bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.